Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə din buraxılış imtahanında istifadə oluna biləcək bir sual tiplərindən qarşınızdayım. Sualımız çoxluq bölünməsinə aiddir. Gəlin keçid edək sualımıza. Deməli, sualımızda deyir ki, A və B çoxluqları üçün MB verilib, NA verilib və B A-nın alt çoxluğudursa, B-nin ən çoxu neçə elementi var? Bir təsəvvür edin ki, B çoxluğu A çoxluğunun alt çoxluğu olması nə anlamına gəlir? B alt çoxluğudur A-nın. Bu şəkil ya belə ola bilər, ya konkret olaraq B ilə A bir-birinə bərabər ola bilər. Yenə də bir-birinin bərabər çoxluqlar bir-birinin alt çoxluğu sayılır. Və belə deyək o zaman, B əgər A-nın alt çoxluğudursa, B-nin element sayı A-dan ya azdır, ya da B-nin element sayı A-nın element sayına bərabərdir. Deməli uşaqlar, burada olacaq nə? B-nin element sayısını 5x plus 2 verib. Burada isə 4x plus 6. Kiçikdir, bərabərdir 4x plus 6. Baxın, bir sualın içərisində həm bərabərsizlik, həm çoxluq var. O zaman buradan çıxır ki, x kiçikdir, bərabərdir 4-dən. Deməli, bu x-imiz ən çox və ən çox 4 ola bilər. X-imiz 4 olarsa, B çoxluğunun elementi nə qədər olar? NB bərabər olar 5 vur 4 üstə gəl 2. Bu da eləyəcək 22. Sualımızın doğru cavabı 22 və bir şeyə necənizə çatdırmaq istəyirəm ki, artıq həm 9, həm 10, həm 11-ci sinif üçün yeni tədris sinif üçün qruplarımız açılacaq. Qruplarımızın dərsləri yay dərsləri davam edəcək. Dərslərə qoşulmaq istəyən 9, 10, 11-ci sinif şagirdləri ekranda görülən nömrə ilə əlaqə saxlaya bilərlər. Dərslərimiz həm əyani, həm onlayn şəkildə keçirilir. Onlayn Zoom platformasında müzakirələr, sual-cavab və hər belə deyək, mövzunun sonu istifadə olunan testlərlə biliyin möhkəmləndirilməsi. Amma əyani dərslərimizə də qoşulmaq istəyənlər yeni yasal halda əyani dərslərimizə keçirilir. İzlədiyiniz üçün sağ olun. Videoları bəyənib, paylaşmağı, kanala dəstək olmağı unutmayın.